Fazil Bey, siz biraz önce dediniz ki diğer sahələrdə bu təkmilləşmə mümkündür. Çünki orada bir baskı ya da orada bir güclü dəyişdirilməz bir qaydalar yoxdur. Amma din biraz fərqlidir. Bəs necə təkmilləşmək olar? Əgər dini biz dəyişmiriksə, güclü nəzarət ediriksə, təkmilləşmə və baxış tərzini necə dəyişmək olar? Elə ona görə başdan da onu söylədik ki, dində heç bir dəyişikliyə ehtiyac yoxdur. Quran var, kitab var. Din kültüründə dəyişikliyə ehtiyac var. Yəni 7-ci əsrin ərəb kültürü ilə demək 19-cu əsrə qədər ki fars kültürü ilə yaradır, amma ictihat qapısı necə dəyişmir? Açıqdır. İnsan özü yaradıcı bir məxluqdur, varlıqdır. Yəni sən bu günləri bölgünü necə aparırlar? Əgər 7-ci əsrdə sahabə olmusansa, sən 19-cu əsrdə o dövrün bir insanından daha dürüst və aydın insan ola bilər, amma o imtiyaz zonu uduzur. Yəni artıq ya peyğəmbərin qohumusansa, sən artıq başqasından üstün mövqeyə gətirirsən və buna ibadət eləyən insan düşüncəsi var. Amma bu İslam bunu demir axı. Din bunu demir. Din deyir ki, Allah qatında ən üstün olanınız, ən takvalı olanınızdır. Yəni 7-ci əsrdə də yaşaya bilərsən takvalısansa, 21-ci əsrdə də yaşa. Hansı o əsrdə olursan ol, zamana görə sadəcə o əsrdə takva, o əsrdəki qəbul olunan takva anlayışı və bu əsrdəki qəbul olunan takva anlayışı anlayışlara fərqli, anlayışlara baxış dəyişməlidir. Sən öz dünyanı yaratmaq üçün birinci təfəkkür dəyişməlidir. Avropanın keçdiyi yolu hansısa formada gec də olsa keçməyə çalışmalısan. Yəni dini evin içində, caminin içində, qəlbinin içində saxlamalısan. İnsan münasibətlərinin içində isə insanlar arasında müqavilə əsasında hüquq qaydalarına uyğun olaraq, əxlaq qaydalarına uyğun olaraq münasibət qurmalısan. Yəni biz bunu, əgər onu da bütün iqtisadi həyata, bütün yaşam şərtlərinə başlasaq o qaydaları tətbiq eləməyə, özümüzü dünyadan yenə ayıracağıq. Kimsə müşrikdir, kimsə kafirdir, kimsə yahudidir, kimsə xristiyandır. Əks tərəf olacaq həmişə. Həmişə də biz bu tərəfdə əks tərəflə cihad eləyən, müharibə aparan insan tipi olacaq. Yəni səhvlərdən imtina eləmək, dindən imtina eləmək deyil. Əlbəttə, dinin kuralı niyə dəyişirsən ki? Quranda hamısı var. Quran sadəcə ağılla yorum var. Bir də sən özün istədiyin kimi öz təriqətinə, məzhəbinə, kültürünə görə yorum eləyirsən və təhrif eləyərək insanlığı çaşdırırsan.